Start recording. Görüntüdə falan bir problem yoxdur da yəqin ki. Əladır, hər şey qaydasında. Tamam. Əla. Bu günlər uşaqlar sizlə biz keçəcəyik miras salma mövzusunun klasslarda. Inheritance deyirlər buna. Yəni elmi dildə desək. Dünən biz miras salmaya aid bir nümunə sizlə işlədik. Yəni burada bir parent class var, bir də child class var. Ki, yəni parent classın metodların, xüsusiyyətlərin child class istifadə edir. Yəni valideynin nə xüsusiyyəti varsa, uşaqda yəni onu daşıyır. Yəni bu cür başa düşə bilərik biz bunu. Yəni miras salma, yəni deyirlər buna elə adından da göründüyü kimi böyükdən balacaya miras götürür. Yəni belə bir şey necə deyim, başa düşmək olar. Yəni yeni klass köhnə klassın xüsusiyyətlərini, yəni təkrar yazmadan istifadə edə bilər. Yəni bunu biz sadə dillə dünənləri sizə göstərdik. Asan nümunələrin, qısa nümunələrin sizlə gördük. İnşallah indi bu gün də yeni nümunələr işləyəcəyik bir yerdə. Sintaksisinə ilk öncə baxsaq, məsələn, belə bir boş bir klass yaradıram. Class child. Yəni bu klassın mötərizəsindən biz indi dünən istifadə elədik. Ən azından nəyə istifadə edildiyini indi gördük. Məsələn, mən buraya parent yazıram. Bu inheritance'ın belə deyək sintaksisidir, yazılma formasıdır. Yəni burada parent klassının atributları, metodları olacaq və metodlar yazaq. Burada da yəni əlavə atributlar ola bilər. Əlavə atributlar və ya nə bilim override metodlar deyirlər. İndi overriding mövzusunda sizlə növbəti dərsdə keçəcəyik. Override metodlar keçir. Niyə görə əlavə? Çünki burada yazılan metodları sən onsuz da bu klass üçün istifadə edəcəksən. Hansı ki, bu üçün bir dənə obyekt yaradacaqsan. Həmin obyektdən birbaşa bu parent klassının atributlarına, metodlarına keçid edə biləcəyik. Biz bunu dünənləri gördük. Məsələn, kiçik sadə nümunədən bir mürəkkəbə kimi bir 3-4 dənə nümunə işləyək. Məsələn, heyvan klassı ilə dünən yazdığımız klassın birini yazım. Və burada da deyək ki, def qaçmaq olsun. Print verək ki, heyvan qaçır. Heyvan qaçır. Bir dənə də klass yaradırıq, nə bilim, ayı. Buraya yazırıq heyvan. Artıq onun xüsusiyyətlərini götürür. Buranı lap pasta versək belə, mən burada gəlib bir obyekt yaratsam və bu obyektə ayını əlavə eləsəm, yəni ayı 1 üçün, yəni ayı 1 obyekti üçün qaçmaq atributunu, metodunu istifadə edə biləcəm. Yəni nə olsun ki, bunun daxilində pas vermişəm. Amma yəni heyvan parent klassının xüsusiyyətlərini daşıdığına görə, orada nə yazmışamsa, bu klassda da onu istifadə edə biləcəm və burada hər hansısa bir başqa bir funksiya da çıxarır. Məsələn, def səs, print verək ki, məsələn, heyvan səs çıxarır. Həmən burada gəlib ayı 1 üçün də səs funksiyasını çıxara biləcəm. Yəni, bunu çalışdırsam da, yəni həmin istədiyimiz nəticəyə vara biləcəyik. Bir də burada bir mövzu keçəcək sizlə bugün. Onun adı polimorfizmdir. O polimorfizmdə nə olacaq? Müxtəlif klasslarda eyni metodu istifadə eləmək. Müxtəlif klasslarda eyni metodu istifadə eləmək və fərqli-fərqli nəticələrə varmaq. Bunun belə deyək, miras salma ilə fərqlərini bilmək lazımdır. Ona görə mən bugün miras salmadan biraz nümunələr işləyəcəm, sonra polimorfizmlə işləyəcəm və sonra sizə fərqlərindən danışacağıq ki, bu mövzuları ayırd edə biləsiniz. Keçək başqa bir nümunəyə. Dediyimiz kimi, elə məsələn, bu nümunənin özün bir dənə götürək. Burada bir şey göstərəcəm. Yəni, bura mən gəlib başqa bir funksiya yarada bilərəm.
Məsələn, def nə deyək, ovlamaq olsun. Def of funksiyası lap belə qısa yazaq. Print ayı ova çıxdı. Yəni bu şəkildə də bir nümunəmiz olsun ki, ayı bir obyektində ayını mən bir dənə yaradım. Sonra bu ayı bir obyekti üçün hansı metodlar aktivdir? Qaçmaq, səs, bir də of metodlara aid aktivdir. Bax, səs, qaçmaq. Özü göstərir ki, bu heyvan klassına aiddir. Ov isə ayının öz şəxsi metodudur. Ayı ova çıxdı. Yəni burada o demək deyil ki, parent ancaq bunun metodlarını istifadə edəcək. Yox, yəni burada da yəni istifadə edə bilər. Eyni metodu istifadə etmək üçün başqa mövzudur. Ona görə onu ora saxlayaq. Əvəz eləmək override gedir. Bu da başqa bir dərsdir. Polimorfizmlə oxşardır. Bunların da fərqləri var. Override yazıram. Bunu indi nəzərimizdə canlansın deyə yazıram. Amma gələcəkdə, yəni növbəti dərsdə bunu da ətraflı sizinlə keçəcək. Overriding ilə polimorfizmin fərqləri var. Bu da məsələn necədir? Yenə eyni bir klassı yaradıram. Eyni klassı yaratdım. Və mən gəlirəm burada bir dənə def səs funksiyasını yaradıram. Print eləyirəm ki, ay səs çıxarır. Ay səs çıxarır. Sonra belə obyektimizi yaradaq. İndi mən ayı 1 üçün bax, səs funksiyasını yazanda artıq heyvan yox, ayı gəlir. Nəyə görə? Çünki biz birinci metodlara baxanda təbii ki, hansı belə deyək, sinifə mənimsədiyim şeysə obyektimizi, birinci onun xüsusiyyətləri gələcək. Artıq biz əvəz eləmişik. Yəni bu səslə bu səs bir-birindən ayrılıb. Bu olmasa səs olaraq heyvana müraciət eləyəcək. Amma varsa elə öz xüsusiyyətində yerinə yetirəcək. Yəni bu real həyatda da belədir. Yəni hər bir şey birinci varsa yəni öz xüsusiyyətini daşıyacaq, yoxsa yəni böyüyündən gördüyün belə deyə göstərəcək də. Yəni o cür başa düşə bilərik bunu. Yəni ayının öz belə deyək metodu varsa, biz onu belə deyək fərqliliyin görəcəyik. Yəni ümumi ilə xüsusi fərqin belə deyək, necə bilirik biz ümumi isim, xüsusi isim fərqini? Məsələn, bu ümumi anlayışdır, bu xüsusi anlayışdır. Yəni bütün heyvanlar səs çıxarır. Amma xüsusi nədir? Ayı məsələn başqa cür səs çıxarır. Nə bilim nəriləyir. Nə bilim beləsinə qalın bir səs çıxarır. Yəni bu hər hansısa bir şey onun özünə məxsus xüsusiyyətidir. Və eyni biz funksiya yazmışıqsa, buna məsələn overriding gedir, əvəz eləmə. Eyni funksiyanı yazdığımıza görə birinci olaraq ayının sinifindəki olan səs funksiyasına müraciət eləyir. Əgər bura boşdursa, bura pastdırsa, yəni burada elə bir şey yoxdursa, keçəcək heyvan klassındakı əgər elə bir funksiya varsa, onu çağıracaq. Bu da belə. Bunu da yəqin ki, başa düşdük. Hə. Aha, tamam. Bəli. Sonra super funksiyası var. Super funksiyası var. Bunu da ətraflı izah eləyəcəm sizə. Belə özünüz başa düşəcəksiniz təxminən, amma istifadə edilmir, amma yəni az-maz da olsa eləmək olar. Məsələn, bir dənə klass yaradırıq, atak klassı. Bir dənə də def salam funksiyası yaradıram. Print yazaq ki, nə bilim, salam mən atayam, belə bir şey. Hər hansısa bir də klass oğlan, yaxud da oğul olsun. Bura atana əlavə edirik. Kiçik hərflə yazmalıyam. İndi mən məsələn burada nə edəcəm? Əgər bu ata klassındakı salam funksiyasını çağırmaq istəyirəmsə, sırf bu daxilə birbaşa olaraq super funksiyasından istifadə edəcəm. Super nöqtə salam. Özü gəlir. Onu bura yazdım. Print yazaq ki, mən oğlan. Məsələn, belə bir şey. Bir dənə obyekt yaradırıq. Oğlan, oğul üzərindən.
O nöqtə salam. Hə. İndi belə bir şey yazıram. Burada mən nə etdim demək? Mən onsuz da bu Zaretskam xəbərdarlıq verdi. Əgər bir də məsələn bunu çalışdıraq. Bircə dəqiqə mən burada nə etmişəm? Super nöqtə salam. Hə, mən bunu funksiyada yazmamışam. Bircə dəqiqə. Salam funksiyası yoxdur, ona görə problem. Burada bir dəqiqə. Səni tabla atmalıyıq qabağa. Def salam. Yəni bura tabla ataq. Fikrimdən çıxıb heç onu yaratmamışam. Hə. Qəbul bunu çalışdıraq. Salam, mən atayam, mən oğulam. Burada mən nə etdim? Yəni ata funksiyasındakı xüsusiyyəti də gətirdim, atdım. Oğul belə deyək funksiyasındakı salam metoduna. Yəni override eləsəm də mən onu belə çalışdıra bildim. Yəni təkcə belə deyim, bax burada məsələn o nöqtə yazsam, birinci oğulun içindəki salam gələcək, bax gördüyümüz kimi. Yəni ona qalsaydı əgər təkcə bu çalışdığına görə bu bizim üçün yazılacaqdı. Amma super funksiyasından istifadə edərək mən yuxarıdakı, yəni bu ata klassından ki funksiyanı da çağırmış oluram. Həmin bu salam funksiyasını çağırmış oluram. Burada bir başqa funksiya olsaydı məsələn, def sağ ol funksiyası. Yəni hər hansısa bir şey. Random. Print. Nə bilim, sağ ol. Gəlib burada onu da məsələn çağıra bilərəm. Yəni super. Dədə nöqtə. Bax, sağ ol da yazıram. Yəni heç bu klasa elə bir ki, birbaşa keçid eləmədən, yəni deyək ki, bizim kodumuz uzundur, 300-500 sətirli idi. Bir də bunları axtarma, eləmə. Elə hazır olaraq bunu burada istifadə eləmək istəyirsənsə, super funksiyası ilə çağır, işin rahat olsun. Təkcə bu funksiyanı çağırmaqla, bu klası çağırmaqla sənin bütün icra eləmək istədiklərin ekranda görünsün. Anladıq bunun məntiqini, super funksiyasını? Ha. Yəni fərqi nədir override-dan? Fərqi odur ki, override-da əvəz eləmə eləyirik. Əvəz eləmə eləyəndən sonra bizə ancaq xüsusi dəyişikliyi belə deyə göstərir. Yəni məsələn burada əvəz eləmə elədik. Heyvan da səs çıxarır, ayı da səs çıxarır, amma ayının səs çıxarmağını bizə göstərdi. Və mən istəyirəm ki, həm ayının səs çıxarmağını, həm də heyvanın səs çıxarmağını ikisini də bir klassda görüm. Onda super funksiyasından istifadə eləyərək bu ayı klassından səs funksiyasını çağırıram. Və beləcə də o da ekranda çap olunacaq. Onun belə deyək, gövdəsində nə yazmışamsa. Mən öz yəni funksiyamın gövdəsində nə yazılıbsa o da çap olunacaq. Təbii ki, burada child parent belə deyək, münasibətini qorumaq lazımdır. Yəni əgər sən bunu verməmisənsə, yəni başqa bir sinifdən necə deyim, klass çağıra bilməyəcəksən, metod çağıra bilməyəcəksən. Sən bu belə deyək, uyğunluğu gözləməlisən. Bax burdakı kimi. Lap məsələn şey deyək onu. Görürsüz sırası qırmızı xətt düşdü. Yəni xəta verir ki, bu super obyektin belə atributu yoxdur. Ancaq sən orada parent olduğunu göstərməlisən. Yəni ki, getsin bundan tapsın həmin funksiyaları, həmin metodları. Aydındır? Bəli. Tamam. İndi bir dənə də nümunə yazaq miras alma ilə bağlı. Init metodu ilə yazaq. Həm də super funksiyasını istifadə edək. Daha da aydın olsun 5-ci nümunə. Sonra polimorfizm haqqında keçərəm. Məsələn, bir dənə class adam adında bir sinif yaradıram. Def verək init. Məsələn, adamın nə olsun, adı olsun, yaşı olsun. Mən Zaretskam qutara bilər birazdan. Yəni, naşnifin Zaretkası. Həmin moment məcbur kompüter nösxəsi ilə davam edəcəm. Biraz zəif çıxa bilər. Class tələbə yaradıram. Bəs class tələbədə parenti qeyd eləməliyəm. Hətta yuxarıdakı sinifə də belə parent kimi qeyd eləyə bilirəm. Yəni bunu biz bilirik. Yəni buradakı sinifləri istifadə edə bilərəm, amma ehtiyac yoxdur. Yəni bu indiki yaratdığımız bizə bəs eləyir. Tələbənin də
init özünə məxsus init funksiyasını yaradıram və burada öz dəyişənlərini qeyd edirəm. Bu da normaldır, bunu da eləmişik sizlə. Adı, yaşı, sinif olsun. Hə, indi mən nə edəcəm? Yenə əlimdə idi. İndi mən nə edəcəm? Demək, super funksiyası ilə init çağıracağam və adla yaşı birbaşa əvəz eləyəcəm. Yəni bu adamda nə ad yaş veribsə, tələbənin ad yaşı o olsun, sinifin özünü daxil eləyim. Biraz inteqrasiya eləyəcəm. Bax məsələn burada da ad yaş vermişəm, burada da ad yaş vermişəm. Type-ını təkcə ayrıca daxil eləmək istəmirəm. Adamda nə daxil eləyəcəmsə tələbədə də o olsun. Məntiqimizi başa düşdük. Bəli. Nöqtə qoyuram, init yazacağam. Bax burada gəlir init. Yazıram ad, yaş. Всё. Niyə ad yaş sinif gəlmədi? Çünki mən adam funksiyasındakı belə deyək initi çağırdım. Buradakını yox. Buradakı zaten var. Yəni mən superdən istifadə edirəmsə, onun parent belə deyək klassından axtaracaq funksiyanı ki, mən onu çağırım. Adla yaşı oradan çağırdım və burada da gördüyünüz kimi rəngi dəyişdi. Artıq mən bura nə daxil edərsəm, burada o gələcək. Sinifi də heç nə özün gəlirsən bura bir dənə self sinif atırsan. Bərabərdir məsələn sinifə. Bunu da bu şəkildə qeyd elədik. Def məlumat adında bir dənə funksiya yaradaq. Və burada adımızı, soyadımızı, nə bilim, yaşımızı falan versin. Hər nəsə. Stringlə verək ki, ad bərabərdir self ad. Yəni bu self ada yaş da bərabərdir self yaşa. Bir dənə də sinifimizi yazaq. Sinif də bərabərdir self sinifə. İndi mən gəlirəm, baxın daxil elədiklərimə. Mən artıq adam sinifini çağırmayacağam. Mən yenə tələbə sinifini çağıracağam. Tələbə bir adında bir obyekt yaradıram və tələbə sinifini çağırıram. Mən mötərizə yazacağam, açacağam. Mötərizəni açanda məndən ad, yaş, sinifi soruşacaq. Amma dediyim kimi bu ad adam sinifindəki adla eyni olacaq. Yaş sinifindəki yaşla da eyni olacaq. Mənim burada yazdığım self ad, self yaş adam klassına aid olsa da, mən onu tələbə sinifinin içindəki məlumat metodunda istifadə edə biləcəm. Bu hissəyə məsələn diqqət edin. Bax burada mən gəlirəm yazıram məsələn Turan. Yaşımı məsələn qeyd edəcəm 20. Sinifim də məsələn 2-ci kurs. Belə qeyd elədim. Bir dənə tələbə bir nöqtə qoyub məlumata yazıram. Всё. Ad Turan, yaş 20, sinif 2-ci kurs. Bu şəkildə. Yəni gördüyümüz kimi self ad, self yaşı mən burada verməsəm belə, burada verdim və mənim daxil etdiyim ad, yaş gəldi burada öz yerini tapdı və mən orada tapdığına görə məlumat metodunda da istifadə edə bildim onu. Bu aydın oldu sizə. Bəli. Hə, tamam. Həsən, sən nəsə qaranlıq qalmadı? Xeyr, mən. Aha, tamam. Yəni nəticə olaraq yəni miras alma bizdə kodun təkrar yazılmasının qabağını alır. Oxunmaqlı, yəni strukturlaşdırılmış bir proqram təmin edir. Yəni bizim həmişəki dediyimiz xüsusiyyətlərdir. Yəni başqa klasslar arasında əlaqə yarada bilirik. Bir də yəni obyekt yönümlü proqramlaşdırmanın prinsipinə uyğun işləyir. Yəni uyğun şəkildə əlaqə yaratmağa kömək edir. Yəni əsas məqsədi budur. Dəqiqə tapdır. Qoşulmuş artıq. Aha. Yəni belə deyim,
Miras alma bizdə bir problem yaratmadı ki. Xeyr. Hər şey aydındır. Düzdür? Bəli. Bircə dəqiqə gəlin biraz da nümunə işləyək onda. 2 dənə də bir ağlımda nümunə var. Onları da işləyək. Ondan sonra elə keçək nəyə? Polimorfizmə keçək. Bircə dəqiqə. Hə, tamam. Demək, bir də məsələn biraz da qarışıq, mürəkkəb bir miras alma alaq. Multilevel, çox qatlı miras alma eləyək. Yəni necə bir şey olacaq bu? Niyə multilevel deyirik? 3 dənə klass məsələn yaradacağıq. İkinci birincini, üçüncü də ikincinin funksiyasını və avtomatik olaraq üçüncü də birincinin funksiyasını daşımış olacaq. Aydındır? Bəli. Məsələn, klass canlı. Def yazırıq yaşamaq. Print verirəm ki, məsələn, canlı yaşayır. Bu burada qaldı. Klass heyvan. Buna atırıq canlını. Bu məsələn hərəkət edir. Def hərəkət. Print eləyirik ki, heyvan hərəkət edir. Bir də klass məsələn it. Buna da atırıq heyvanı. Def məsələn səs. Print. İç səs çıxarır. Bu da belə. İndi mən bir dənə obyekt yaradacağam. It bir obyektdir. Buna mən mənimsədəcəm it sinifin. İndi it bir obyekti üçün hansı metodlar olacaq, onlara baxacağıq. Təbii ki, olacaq səs. Özünün xüsusi obyekti. Sonra keçəcək heyvan klassındakı metoduna, hərəkətə. Sonra da keçəcək heyvan klassının daxilində olduğu canlı sinifinin metoduna, yaşamağa. Nöqtə qoyaq, baxaq. Bax, it, səs, hərəkət, heyvan, yaşamaq, canlı. Yazırıq səs funksiyasını. Sonra yaşamaq funksiyasını. Sonra hərəkət funksiyasını. Yəni çalışdırırıq. İç səs çıxarır, canlı yaşayır, heyvan hərəkət edir. Bunu da başa düşdük. Bəli. Tamam. Bu. Buna deyirlər multi-level inheritance. Yəni çox qat miraslama. Bunun tərcüməsini düz eləmişəm məncə. Multi-level hətta qat deməkdir. Inheritance, miras alma. Bir də var. Bir neçə klassdan miras. Multiple inheritance. Bunlar biraz oxşayırlar bir-birlərinə. Multiple inheritance. Bir neçə elə bil ki, sinifdən metod alır. Yəni 2 dənə, məsələn 3 dənə yenə klassımız var. Bu ikisinin metodlarını götürür, amma burada kimi, məsələn bu da bunun metodunu götürmür. Sadəcə bu digər ikisinin metodunu götürür. Yəni bura bir dənə diqqət edin. Məncə başa düşdünüz. Bir neçə sinifdən miras alma yazıram kağıdına. Miras alma. Tam aydın olsun. Məsələn, gəlin indi nümunə göstərəcəm, başa düşəcəksiniz. Klass qanadlı. Belə bir dənə funksiya yaradıram, klass yaradıram. Def məsələn uça bilir, uçmaq. Uçmaq yazaq, print. Nə bilim, uça bilir yaza bilərik, uçur yazaq elə. Gəlirəm klass, məsələn nə? Ovlayır, ovlamaq. Ovlamaq.
belə bir şey eləyək. Heç buna da def of funksiyasını yaradaq. Ovlayan yazaq. Burada şəxsi bildirsin də elə bil ki, qanadlıdır, ovlayandır. Mən batareykam sönəcək birazdan nəsə. Print məsələn ovlayır. Hə, indi məsələn gəlirəm bir dənə də klass yaradıram ki, qartal. Həm qanadlıdır, həm də ovlayandır. Yazıram bura qanadlı, vergül qoyuram. Yazıram ovlayan. Vəsiyo. Bir klassda iki sinifi parent götürdüm və ikisinin də miraslarını özündə birləşdirəcəm. Bütün ovlayanlar qanadlı deyil. Bütün qanadlılar da ovlayan deyil deyə. Amma qartal həm qanadlı, həm ovlayandır. Başa düşdük bu multiple inheritance-ın digərlərindən fərqi. Bəli. Okay. Bir dənə də def info adında bir dənə funksiya yaradaq. Hə. Print verək ki, qartal həm uçur, həm də ovlayır. Hə, tamam. Yaxşı. Qartal həm uçur, həm də ovlayır. Gəlirəm bir dənə qartal bir adında bir dənə obyekt yaradıram. Buna mənimsədirəm qartal sinifini. Bu şəkildə bunu yazmalıyam. Və qartal 1 üçün info. Bir dəqiqə səhv yazdım. Qartal 1 nöqtə qoysam, info da gəlir, ov da gəlir, uçmaq da gəlir. Hansı sinifdə aid olduqlarını da burada görə bilirik. Info qartalın özünə aiddir. Qartal 1 ovlayana aiddir. Qartal 1 uçmaq da qanadlıya aiddir. Bir də bunu da çalışdırırıq. Qartal həm uçur, həm ovlayır. Ovlayır, uçur. Aydın oldu? Hə. Okay. Onda şey eləyə bilərik. Artıq məncə inheritance-dan bitirə bilərik. Məncə yetəri qədər başa düşdük bunu. Düzdür? Keçək sizlə polimorfizm anlayışına, polimorfizm elminə. Polimorfizm. Bu da elə çətin bir şey deyil, asandır və maraqlıdır ya da maraqsızdır. Polimorfizm də obyekt yönümlü proqramlaşdırmanın əsas anlayışlarındandır və mənası çox forma deməkdir. Polimorf, çoxlu forma. Yəni polimorfizm Pythonda eyni adlı metodları fərqli Naşnikim söndü. Uşaqlar, bu şəkildə səsimi eşidirsiniz? Eşidilir müəllim, çox yaxşıdır. Yaxşıdır. Hə, tamam, problem yoxdur ki. Naşnikdən çıxdı, ona görə deyirəm. Bax, polimorfizm, hə, dedik ki, nə edir? Pythonda polimorfizm eyni adlı metodları fərqli siniflərdə fərqli davranış göstərməsi üçün istifadə edirik. Bunu biz məsələn az öncə eyni belə deyə override eləyə gördük. Məsələn, sadə dillə desək, bayaqki məsələn nümunələrdə də səs adlı məsələn bir metod yaratmışıq. Bunu itə də aid eləyə bilərik, pişiyə də aid eləyə bilərik, amma it də ayrı səs çıxarır, pişik də ayrı səs çıxarır. Yəni ikisində də eyni səs çıxarır deyə tema yoxdur. Bunu məsələn bilirik. Gəlin məsələn nümunələrlə baxaq. Görək. Məsələn class it verdim, def səs print itin çıxartda məsələn səs yazırıq. Hava. Bir də class bir şey yazaq. Def yenə səs. Gördüyümüz kimi yəni bunun bununla bir əlaqəsi yoxdur. Print miau yazaq, nə bilim keçək. Bu sadə bir nümunədir. Təbii ki, mən bir dənə it bir obyekti yaradıb, bir dənə pişik bir obyekti yaratsam, hər biri üçün ayrıca səs metoduna çata biləcəm.
pişik bir üçün də səs metoduna çata biləcəm. Yəni çalışdıranda da ikisi də öz belə deyək xüsusiyyətini ortaya qoyacaq. Yəni bunlar bir-birinə qarışmayacaq, bunların bir-birinə aidiyyəti yoxdur. Burada bir miras alma eləməmişik, super funksiya istifadə eləməmişik. Ona görə hər birinin özünə məxsus davranışı olacaq. Nə olsun ki, bunların ikisinin də adı eynidir. Əsas odur ki, bir-birindən fərqlənir. Bu şəkildə yazmışıqsa, bunun buna aidiyyəti olmayacaq. Çünki çox belə deyim, yəni backenddə görə bilərsiniz, çox yəni yaradılmış bir appdə görə bilərsiniz ki, eyni belə deyək funksiyalar fərqli-fərqli siniflərdə istifadə olunur. Aydındır? Bəli. Tamam. Keçək məsələn biraz başqa bir nümunələrə işləyək. Məsələn necə? Funksiya içində bir polimorfizm eləyək sizlə. Məsələn belə bir sinif yaradıram. Kvadrat sinifi. Deyirəm ki, def sahə return eləsin məsələn nəyi? Hər hansısa bir rəqəm atıranda məcbur deyil bir dəqiqə ədəd daxil eləmək. Class məsələn dairə. Yenə buna da def sahə yazıram. Return'da indi verək nə bilim 3.14 vurulsun 2 periodda bu. 3 deyək ki yerimizdə 3'dür. Bu da belə qalsın. Aha. İndi belə bir şey yazırıq. Def sahə ni yazdır yazaq. Biraz fərqli bir şey yazaq. Sahə ni yaz. Funksiyası yazıram. Funksiya içində polimorfizm eləyəcəm. Funksiya içində bir polimorfizm eləyəcəm. Və bura yazıram məsələn şəkil. Bura bir şəkil yazıram. Yazıram ki print sahə bərabərdir nəyə? Şəkil nöqtə sahəyə. Bax burada görürük ki hamısına getdi müraciət elədi. Bu şəkildə yazanda. Bu da belə öz yerində qalsın. İndi mən gəlirəm bura. Sahəni yaz funksiyasında. Bu şəklin yerinə istəsəm kvadrat yazaram. İstəsəm nə yazaram? Dairə yazaram. Yəni funksiyanın daxilində belə deyək, bura yazacağım təkcə atribut yox. Yəni bir sinif də ola bilər. Niyə görə bir sinif? Çünki bunun nəticəsini mən return'dan vermişəm. Yəni bunun konkret bir nəticəsi olacaq. Və bu elə bir şey olmalıdır ki, onun sahə metodu olsun bu şəklin. Yəni şəkil elə bir tip olmalıdır. Məsələn, mən bura append yazsaydım əgər, mən mütləq şəkili list tipində daxil eləməli idim də, düzdür? Bunu biz bilirik. Hökməndir ki, əgər burada bir metod varsa, mütləqdir ki, bu bir sinif olmalıdır. İndi mən də bura daxil eləyəcəyim sinif ya kvadrat olacaq, ya da dairə olacaq. Ona görə gəlirəm, bura yazıram kvadrat. Sahəni yaz kvadrat, sahəni yaz dairə. Bir dənə çalışdıraq. Nə dedi bizdən? Sahə self missing nə yazıb ayaqlar? Type error harada verib xətanı? Bircə dəqiqə, bir dənə fikir verim, deyəcəm sizə. Hə, təbii ki, burada verib xətanı. Burada mən bir dənə belə mötərizə qoymalıyam. Burada da bir dənə belə mötərizə qoymalıyam, fikrimdən çıxıb. Belə. Çünki bu şəkildə biz heç vaxt sinif daxil eləyə bilmərik. Sinifin metoduna, yəni biz belə deyək, gedib çatmaq istəyiriksə, yadımızdadır ki, biz gəlirdik burada nə edirdik? Bu şəkildə yazmırdıq ki, bu şəkildə yazırdıq da, düzdür? Ona görə onu da diqqət eləmək lazımdır. Siz ayrıca obyekt yaradıb həmin obyektləri də burada qeyd edə bilərsiniz, amma birbaşa bu şəkildə də yazmaqda bir problem yoxdur. Və çalışdırdım. Şəkil kvadrat şəklin sahəsi 16-dır. Dairə şəklin sahəsi də 28.25-dir. Anladıq biz bunu. Polimorfizmi burada. Yəni sahə funksiyasını istifadə eləmişəm. Dairənin də sahə funksiyası var, kvadratın da sahə funksiyası var. Sadəcə mənə hansı lazımdırsa onu işlətmişəm.
Bu da burada. Nə olsun ki, ikisində də sahə belə deyə funksiyası var. Və burada basanda üstünə görürsünüz ikisi də canlanır. Amma hansını qeyd edirsənsə burada, onun ekranda görəcəksən. Aydın oldu bu? Aydındır mən. Aydındır. Bu funksiya daxilində polimorfizmdir. Polimorfizm. Ümumiyyətlə polimorfizm anlayışını biz başa düşdük də yəqin ki sizdən. Eyni adlı funksiyanı eyni adlı metodu fərqli yerlərdə istifadə eləmək. Bir dənə bizim burada qarışdıracağımız məsələ o olardı ki, mən bura şəkil yazmışam, sonra burada şəkil sahə yazmışam. Mən funksiyanı çağıranda o şəklin yerinə nə daxil eləməliydim? Ədəd dəyərmi? Yox. Mən oraya elə bir şey daxil eləməliyəm ki, onun metodu olsun. Bizdə də hansı tiplərin metodu var? Nə bilim, listim var, stringim var, diktim var. Və bunlar da hər biri özlüyündə bir klass idi axı. Yadınızda onların type-ına baxanda gəlir class dict, class nə bilim list. Demək ki, mən bura bir sinif daxil eləyə bilərmişəm. Bu anlayışı da məsələn indi öyrəndik, düzdür? Bir problem yox. Bəli. Tamam. Xeyr müəllim. Qəşəng. Və bu yaxşı oldu. Polimorfizm və məsələn şey ilə əlaqələndirək. Bayaq keçdiyimiz mövzunu. Polimorfizm və miras. Miras. Bunu da overriding ilə elə şey deyəcəm, əlaqələndirəcəm. Bir dənə klass yaradaq. Məsələn, yenə heyvan klassı yaradırıq. Ənənəvi sinif olaraq. Def səs funksiyası atıram mən bura. Print eləyirəm ki, bu nümunənin məsələsini çox gördük, amma bir dəfə də burada görməyimiz yaxşıdır. Heyvan səs çıxarır. Class it. Atıram bura heyvanı. Def səs. Bir dəqiqə. Print it səs çıxarır. Class pişik. Buna da atıram heyvanı. Bir də bura səs funksiyası atıram. Print pişik səs çıxarır. Gəl indi bunu məsələn bu şəkildə yazıraq sizlə. For heyvan in belə bir şey. Biraz fərqli bir şey deyəcəm. Bu yazılı tərzində öyrənək. Və heyvan nə olsun, səsi çıxarsın. İndi mən burada nə elədim demək. For heyvan in it pişik. Heyvan bir dəyişəndir təbii ki, burada bir x-dır, bir obyektdir. Amma mən bunları hansı nələrə bərabər edirəm? It klassına, pişik klassına. Bu şəkildə yaza bilərəmmi? Yaza bilərəm. Bunu bir siyahıda, yəni bu sinifləri bir siyahı halında belə burada iterasiya kimi yaradıb yaza bilirəm. O necə edirəm? Bax, məsələn, adicə bir nümunə götürək də sizlə. Mən burada heyvan obyektini yaratsam, buna bir sinif mənimsədəcəm, düzdür? Yəni, bunu biz bilirik. Burada bir sinif mənimsədəcəm və onu obyekt eləyəcəm. Zaten burada da bu for heyvan in it pişik o demək deyilmi ki, bu heyvan həm itə mənimsənəcək, həm də pişə mənimsənəcək, pişiyə mənimsənəcək. Sadəcə sən nə edirsən? Sən onu eləyirsən ki, birdən obyekt yaradırsan və hansına mənimsəyirsə, onun metodunu ortaya çıxarırsan. Miras alma eləsən də. Bir dənə çalışdıraq. İt səs çıxarır, pişik səs çıxarır. Burada düzdür, heyvan sinifindən biz bir istifadə eləmədik. Təbii ki. Amma yenə də, məsələn, burada heç bunu pasta versəydim, yenə də bunun əvəzinə heyvan səs çıxarır gələcəkdi də. Dəqiq, indentasiya xətası verdim mənə. Çünki pas verməmişəm. Hə. Heyvan səs çıxarır, pişik səs çıxarır. Yəni, burada bir dənə polimor miras almanın bu şeyi var, üstünlüyü var. Başqa hər şey yəni bizim bildiyimiz kimidir. Aydın oldu bu. Bu yazılış tərzini biz öyrəşdikmi? Bəli. Mən sizə bir dənə nümunə verməli idim bu şəkildə.
Məsələ yəqin fikrimdən çıxıb. Sonra. Məsələn, nə etmək olar? Bircə dəqiqə. Bir də funksiya var. Polimorfizmdə. Is_instance funksiyası var. Bunun polimorfik davranışına baxaq. Davranışı. Bir dənə klass yaradıram, insan. Yəni klass yaratdım, insan. Belə bir şey deyək, def salamla. Bunun salamlası olsun. Print eləsin ki, nə bilim, salam mən insanam. Bu qalsın bir kənarda. Bir dənə tələbə yaradaq. Miras alaq insan sinifindən. Bunun da salamla metodu olsun. Print salam mən tələbəyəm. Mən tələbəyəm. Bir də def salamla kimisə. Yəni hər hansısa bir adamı salamlayaq. Burada yazıram insan. Adında bir parametrimiz olsun. If verirəm, indi bu funksiyanı yazıram. Is_instance. If is_instance yazam mənim. İnsan parametri və insan sinifi. Və neynəsin? İnsan obyekti olaraq salamlardan istifadə eləsin. Bura bir dənə qoşun nöqtə qoymalıyıq. Təbii ki, şərt qutarıb çünki. İndi mən yazıram salamla kimsə. Bir dəfə insanın əvəzinə atacam tələbəni. Bir dəfə tələbəni bura atacam. Bir də salamla kimsənin əvəzinə insanı atacam. Yəni burada da təbii ki, bizim bildiyimiz kimi neyniyəcək? Salamla kimsədə tələbədə salam mən tələbəyəm. Salamla kimsə insanda salam mən insanam. Ekrana çıxacaq. Yəni burada bunu biz bilirdik. Prosta is_instance funksiyası nədir? Yəni instance'i biz bilirik. Ki, yəni obyekt olub olmadığını yoxdur. Yəni biz instansiya deyirdik də, klasslarda məsələn başlayanda həmişə obyektlərə instansiya demişik. Is_instance-da funksiyanın belə deyək, obyektin müəyyən klassa aid olub olmadığını yoxlayır. Yəni burada is varsa bilin ki, yoxlama var. Və bu da salamla obyektinin, salamla metodunun, yəni bir klassın belə deyək, daxilində olub olmadığını yoxlayır. Sonra burada mən yaratdığım insan artıq obyektə çevrilir. Nəyə görə? Çünki mən onlara bir sinif mənimsədirəm. Və həmin mənimsətdiyim sinif bu insan klassının daxilindəki metodu yoxlayır. Ki, burada salamlar varmı, yoxmu? Yəni, əsas məsələ biraz buradan başlayır. Mən insanın özünü də buraya yazsam, tələbənin özünü də yazsam, onsuz da zaten ekrana o salam, məsələn, mən tələbəyəm gəlir. Amma is_instance odur ki, bu obyektin həqiqətən insan klassının içində olub olmadığını yoxlayır. Biraz yoxlama məqsədlidir. İstifadə olunmur. Sadəcə bir nümunə idi ki, elədik. Yəni, eyni yenə adlı metodu fərqli siniflərin daxilində istifadə etdik. Yəni, bu funksiyanın əsas, is_instance-ın əsas məqsədi true ya da false-dur. Yəni, əgər bu, məsələn, görürsünüz ki, şərti də bu şəkildə vermişik. Yəni, bu true olub niyə görə? Çünki mənim bura atdığım obyektin metodu bu sinifin içindən götürülüb. Ona görə bu true verir. Yəni, burada bir problem yoxdur. Mən bura bir sağ ol atım. Yəni, false olduğuna görə bir xəta verəcək. Atribut error verir hətta. Məsələn, def sağ ol ataq bir dənə bura. Tələbənin üstünə print.
Sağ ol verək. Bax görürsüz ki, şeydir, yəni mən burada bir obyekt olaraq nəyi daxil eləmişəm? Tələbəni daxil eləmişəm. Və bizə bizə dəqiqə bir dənə xətanı birinci baxaq. Hə. Tələbə sinifini insan obyektinə atanda gəlir onun bu insandan şeydir, necə deyim, miras alıb almadığını yoxlayır. Bu öz yerində. Bu obyektdə həmin o tələbəyə aid olduğuna görə burada bir problem yaşamır. Sağ olu biz ekranda görə bilirik. Amma mən gəlib bura insanı atanda təbii ki, deyir ki, sənin belə bir atributun yoxdur. Hə. Çünki bilirsiniz necə, bu insan zaten bu miras, hər bir funksiya özündən miras alır. Yəni hər bir sinif özündən miras alır. Burada bir problem olmayacaq. Amma onun daxilində belə bir metod yoxsa, təbii ki, burada biz xəta alacağıq. Özü atribut xətasını alacağıq. Yəni mütləq şəkildə sən bura yoxlamaq istədiyin bir obyekti yazmalısan, bir də sinifi yazacaqsan. Bunun instansın sintaksisi belədir. Yəni bu obyektin aid olub olmadığını yoxlamaq istədiyin klassı yazmalısan. Və hazırda da görürük ki, bu sağ ol sinifi nədir onun adı? İnsana aid deyil. Amma tələbəyə aiddir. Bu da belə. Yəni belə çox istifadə edilən bir şey deyil. Sadəcə müəyyən belə anlayışımız olsun. Lazım olduqca biz özümüz istifadə edəcəyik ondan. Yəni nümunələr göstərərik sizlə. Belə. Təxminən başa düşdük bunu. Biraz qarışıq gələ bilər, amma elə çətin bir şey deyil. Sadəcə biraz necə deyim, baş çaşdıran bir şeylərdir. Yəni elə çox istifadə edilməyəcək zaten bu. Sən bir layihə, proyekt işləyirsənsə, yəni neyinsə instans sonra atırsan. Əgər ki bir şərt yoxlamırsansa. Çünki bunun belə deyə alternativlərin biz sizlə nə qədər yazdıq yuxarıda. Yəni asan, rahat formada. Bu belə. Polimorfizm anlayışını başa düşdük. Miras alma anlayışını başa düşdük. Düzdür? Aydın olun. Miras almanın məqsədi demək nə oldu? Bir də üstündən təkrar edək. Miras almanın məqsədi odur ki, mövcud sinifin xüsusiyyətlərini alırsan. Polimorfizmin məqsədi odur ki, demək, eyni adlı, yəni metodları, davranışları istifadə edirsən başqa siniflərin daxilində. Bu da belə. Sonra məsələn necə fərqləri görə bilərik. Tətbiq forması olaraq, məsələn, biz bildik ki, miras almada child class var, parent class var da, yəni. Onlarda da eyni funksiyanı yaza bilirik. Amma polimorfizmdə sadəcə eyni adlı bir dənə metoddur ki, sən onu müxtəlif klasslarda yazırsan. Tətbiq forması, yəni sintaksisini deyirəm, yəni nəzərdə tuturam. Bu şəkildədir. Yəni məqsədi miras alma təkrarın qarşısını alır, struktur yaradırsan. Polimorfizmdə də eyni interfeysdə fərqli metodlar yaradırsan. Əlaqə olaraq miras almada irsi əlaqə olur klasslar arasında. Yəni sən böyük klassdan balacaya funksiyasını keçirə-keçirə belə deyək istifadə edirsən, amma polimorfizmdə elə bir şey yoxdur. Polimorfizmdə yəni müxtəlif klasslar oxşar davranışlar sərgiləyirlər sadəcə. Yəni sən polimorfizmi bir şey kimi düşün də, əmoğlu, dayoğlu kimi düşün ki, yəni siz qohumsuz, sizin eyni eləyə biləcəyiniz bir şeylər var. Amma miras alma artıq sənin valideynindən gələn bir şeydir. Və bu da belə. Super funksiyasını isə biz miras almada istifadə edirik. Polimorfizmdə superdən elə çox istifadə olunmur. Daha çox for dövründən istifadə edəcəksən polimorfizmdə, instansdan istifadə edəcəksən. Bir də duck typing deyilən bir şey var, ondan istifadə edirlər. Yəni belə. Sonra məncə burada elə bir problem yoxdur. Aydın oldu bu bizə? Kimin nə sualı var? Sual yoxdur. Sual yoxdur. Tamam.
Polimorfizmlə overriding keçəcəyik biz sizlə. Overridingi biz az öncə belə deyə azmaz da olsa danışdıq da, əvəz eləmək deməkdir. Bax polimorfizmdə dediyim kimi eyni adlı metoddur, fərqli siniflərdə fərqli davranışlar eləyir. Amma override də odur ki, yəni alt klassda, yəni childda o parentdə olan metodu yenidən yazır, dəyişdirir. Override by budur. Siz bu deyən bunu qarışdırmayın. Bax polimorfizmdə dediyim kimi. Bax məsələn hardan göstərim onu sizə? Bax elə bura baxaq. Deyək ki, məsələn heyvan da səs çıxarır, it də səs çıxarır. Amma itin çıxartdığı səs fərqlidir də. Bunu xüsusiləşdirirəmsə, mən artıq burada overriding eləyirəm. Amma it də səs çıxarır, pişik də səs çıxarır. İkisinin də oxşar xüsusiyyəti var, oxşar davranışı var, amma ikisinin də davranışı fərqlidir. Bu cür polimorfizmdir. Başa düşdük bunu? Yəni öz mirasından fərqlənmir. Yəni öz şeyindən fərqlənir. Necə deyim? Əmioğlusundan, dayıoğlusundan fərqlənir. Bu şəkildə anlayın. Qohum sinifləri elə bil ki, bunlar. Sual var yoxsa bir də izah edeyim? Yoxdur müəllim. Aydındır müəllim. Tamam. Yəni məqsəd olaraq da ki, override da yenə də deyirəm, parent klassdakı metodu dəyişdirirsən, update gətirirsən, yəni child'a. Polimorfizmdə yenə də şeydir. Yəni qısa konkret məsələ odur ki, müxtəlif siniflərin oxşar metodlara sahib olmasını belə deyək, ortaya gətirsən. Yəni belə elə polimorfizmin özü də bir override getsə də, yəni override əsasən birbaşa mirasa bağlıdır. Amma polimorfizm mirasla əlaqəsizdir. Bu belə. Sual yoxdursa uşaqlar, bu günlük elə bu iki mövzu ilə bitirəcəm. Sonrakı dərslərdə encapsulation var. Elə overridingin özündən biraz danışacağam. Atribut mövzusu var klasslarda, atributlar. Onlar da biraz çətin metodlardır ki, funksiyaları necə deyim, şəxsiləşdirməkdən gedir söhbət, funksiyaları daxili metoda çevirməkdən gedir söhbət. Belə çox mövzu qalmayıb siniflərlə bağlı. Artıq onları da keçəndən sonra biraz da çətin ağır dərslərə sizlə keçid eləyəcəyik. Bu 6 gün, 7 gün ərzində çalışın bu dərslərə diqqətlə baxın. Bəlkə vaxt eləyə bilsə elə dediyim kimi bir 3-cü, 4-cü gün bir gün təyin edib sizlə bir yarım saat da olsa mövzuları təkrar eləyərik, keçərik. Keçmək istədiklərimdən. Çünki biraz universitetlə bağlı problemlər olur, ona görə çatdıra bilmirəm. Belə, sual var uşaqlar? Xeyr. Aydındır hər şey? Vaqif səndə. Aydındır. Aydındır müəllim hər şey. Qaydasında.